Bu ümumiyyətlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəttənmələri birbaşa, birmənalı şəkildə ya qəzalara, avtoqəzalara xidmət eləyir, ya da cərmələrə xidmət eləyir. Ötən günlərdə mən bir xəttənmə gördüm ki, eynən də belə də vurğulayacağım sizə. O xəttənmədən keçmək üçün, hörmətli tamaşaçılar, çox xahiş edirəm, diqqətlə dinləyin məni. O xəttənmədən keçmək üçün və cərimə eləməmək üçün avtomobiliniz, bilirsiniz, belə bir əyri formada olmalıdır. Belə əyri bir avtomobil idarə eləməlisiniz. Məcbur şəkildə o xətti tapdalayırsan, xeyri yoxdur, neynəsən, ya da ki, qəza şəraiti. Bir qəza olmalıdır. Başqa burada özdə sürücülər də təsdiq edirlər bunu ki, bu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəttəmələrindən sonra paytaxt Bakıda tıxacların sayı çoxalıb, artıb, tıxacın yaranmasına münbir şərait yaranıbdır. Və belə deyək, yaxşı cəriməni də əşit day neyniyək, belə deyək, qəzaların sayı artıbdır. Məcbur şəkildə ya qəza eləməlisən, ya cərimə olunmalısan. Bu məsələ bir daha vurğulayıram. O qədər deyirik, danışırıq, vətəndaş danışır, sürücü danışır, məmur danışır, dövlət rəsmisi danışır, o danışır, bu danışır. Xeyri yoxdur, qardaş, xeyri yoxdur. Bilmirəm, nə deyim, nə deyək? Bunun əlacı nədir, nə cür eləyək? Buna bir əlac qılınmalıdır.